Değerli izleyiciler, aprel ayının 14'ü bir son dəqiqə məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Space televiziyasının baş direktoru Vadok Korovin vəzifəsindən azad edilib. Manşet Az bununla bağlı məlumat əldə edib və Manşet Azın əldə etdiyi məlumata görə hazırda Space televiziyasına bütün idarə etmə və səlahiyyətlər icraçı direktor Nəriman Abdullayev tərəfindən icra olunur. Ötən günlərdə də bilirsiniz ki, Azərbaycanın kütləvi informasiya vasitələrində və sosial şəbəkələrində Vadok Korovinin vəzifədən azad edildiyi ilə bağlı məlumatlar yayılırdı və bildirilir ki, Space televiziyasına yoxlama gəlib. Audiovizual Şura Space televiziyasında yoxlama həyata keçirir və bu yoxlama yeyinti faktları ilə bağlı olan yoxlamadır. Düzdür, ötən gün Vadok Korovinin vəzifədən azad edildiyi deyilsə də, amma Space'in digər bir əməkdaşı, hansı ki hazırda bütün idarə etmə və səlahiyyətlər icraçı direktor Nəriman Abdullayev tərəfindən idarə olunur. Ötən gün Nəriman bəy belə bir faktın olmadığını qeyd etmişdi. Düzdür, Space televiziyasına yoxlama gəlib söyləmişdi, amma Vadok Korovinin vəzifədən azad edilməsi ilə bağlı heç bir fakt yoxdur. Bu xəbəri təkzib etmişdi. Xəbər isə bugün artıq öz təsdiqini tapdı.